Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina bil Gasimi Muhammed. Ve ali tayyibine tahirin. Aziz Peygamberimiz buyurur ki: İnna ligatlil Hüseyni hararatan fi gulubil müminin la tabradu abada. Aziz Peygamberimizin bu buyurduğu hadis özü bir mucizenin göstericisidir ki, Aziz Peygamberimiz 1400 yıl qabaq buyurub ki, İmam Hüseyin aleyhisselam öz şəhid olmağıyla müminlərin qəlbində bir hərarət, bir istili icad eləyəcək və əbədi olaraq bu hərarət, bu istili, bu məhəbbət müminlərin qəlbindən çıxmaz. Artıq 1400 il keçir, amma Aziz Peyğəmbərimizin bu kəlamının, möcüzəsinin biz canlı şahidi oluruq. Rusiyanın paytaxtı Moskva şəhərində və dünyanın müxtəlif ölkələrində ki, İmam Hüseyin Aleyhisselamın azadarlıq məclisləri, yəni insanlar özləri könüllü şəkildə qürbətən ilallah azadarlıq məclislərini təşkil edirlər və burada da məqsəd və hədəf budur ki, İmam Hüseyin Aleyhisselamın o məhəbbəti ki, onların qəlbində vücuda gəlib İmam Hüseyin Aleyhisselam şəhid olmağı ilə bu onları məcbur eləyir ki, onlar özləri könüllü şəkildə dünyanın hər bir nöqtəsində bu cür azadarlıq məclisləri təşkil eləsinlər və o cümlədən burada sizlər zəhmət çəkib belə məclislərdə iştirak eləyirsiniz. Allah Teala bu azadarlıq məclislərini qəbul eləsin və Allah Teala bizə bəsirət versin ki, bu cür məclislərin mahiyyətini biz dərk eləyə bilək və İmam Hüseyin Aleyhisselamın məqsədlərini gələcək nəsillərə biz çatdıra bilək. Baxın, belə bir kəlam var, buyurulur ki, Əl-İslamı Muhammedi yol vücud və Hüseyni yol bəqa. Yəni bunun tərcüməsi budur ki, İslam dininin bu növrəsini Həzrəti Muhammed salavatullah, salavat işləyək. Bu kəlamın mənası budur ki, bizim dinin bu növrəsini bizim Peyğəmbərimiz qoyub, amma onun qorunub saxlanmasını isə İmam Hüseyin Aleyhisselam həyata keçirib. Yəni bu məşhur bir sözdür. Yəni bu sözün mənası nədir? Yəni biz bunu analiz eləməliyik. 20-ci əsrin ən böyük mütəfəkkiri mərhum Həzrət Ayətullah Şəhid Mütəhhəri İmam Hüseyin Aleyhisselamın qiyamını inqilab adlandırır və aşura qiyamının mahiyyətini xırdalayır. O böyük mütəfəkkirin nəzərində, onun nəzərində olan o xırda analizi inşallah burada sizin nəzərinizə çatdırmaq istəyirəm ki, artıq 8-ci gecədir. Yəni ən azından bu aşura bu sözü biz eşidirik. Fəqət aşura qatıl demək deyil. Məsələn, desinlər ki, qatılsındır. Amma aşura hadisəsi, aşura qiyamı, aşura inqilabı İslam dininin qorunmasını həyata keçirib. Ona görə də bunun mahiyyəti barəsində biz düşünməliyik. Əlbəttə, müxtəlif yöndən buna yanaşmaq olar. Amma Şəhid Mütəhhərinin baxışında bu aşura inqilabının mahiyyəti barəsində qısaca da olsa sizin nəzərinizə çatdırmaq istəyirəm. Çünki bütün ictimai hadisələr, siyasi hadisələrin səbəbi var və bütün siyasi hərəkatların ya ictimai hərəkatların məqsədi olur. Yəni məqsəd yönlü şəkildə müəyyən bir proses baş verir və o ya məqsədinə çatır ya da məqsədinə çatmır. Ona görə də aşura qiyamı, aşura inqilabının da bu nöqtəyi nəzərdən öz məqsədləri olub və bu aşura inqilabına, qiyamına baxanda, məsələn, cəmiyyətdə bəzən
müəyyən islahatların keçirilməsinə icazə verilmir. Çünki bəzi oyuncaq, marionetka dövlətlərdə, məsələn, imperialist dövlətlər, o güc strukturları, müəyyən zəif dövlətlərdə, salavat zikr edeyim, güclü dövlətlər müəyyən zəif dövlətlərdə islahatların həyata keçirilməsini qoymurlar və məqsəd də budur ki, bu dövlətlərdə istənilən vaxtı bir çevrilişi həyata keçirə bilsinlər. Yəni, bu cür çevriliş ona bənzəyir ki, məsələn, bir qazanı su ilə doldursanız, onun qapağı qoyulsa və o su qızdıqca buxar məcbur olacaq ki, o qapağı göyə tullasın. Çünki bu partlayış nəticəsində istər-istəməz bu hadisə baş verir. Və bəzi dövlətlərdə də müəyyən güclü dövlətlər islahatları həyata keçirməyə qoymurlar ki, burada bulanıq suda balıq tuta bilsinlər. Yəni, məqsəd budur ki, istədikləri vaxtda burada bir çevriliş, çünki narazılıq mövcuddur. Narazılıq olduğu üçün istənilən vaxtı bu cəmaatı qaldıra bilərlər və bir çevriliş eləyib, orada məsələn, istədikləri adamı vəzifəyə gətirə bilərlər. Buna deyirlər ki, bunu qərb dövlətləri, bu zalimlər, bu imperialist qüvvələrin məqsədi budur ki, zəif dövlətlərdə həmişə islahatlar olmasın və özünüz də öz ətrafınıza baxsanız, görəcəksiniz ki, nə qədər zəif dövlətlər dünyada mövcuddursa, burada islahatlar həyata keçirilmir, problemlər var, nə bilim, müəyyən ziddiyyətlər var. Bunun səbəbi budur. Çünki bu materialist-pərəst qərb dövlətləri özləri süni şəkildə bunu yaradırlar ki, bu cür dövlətlərdə partlayış nəticəsində bir çevriliş eləsinlər və istədikləri adamları vəzifəyə gətirsinlər. İndi aşırı inqilabına, qiyamına baxanda da burada Şahid Mütəhhəri bu cür təhlil eləyir ki, görəsən aşura inqilabı da necə bu bəzi zəif dövlətlərdə partlayış əsasında qısa müddətdə müəyyən çevrilişlər ortaya çıxır. Görəsən aşura qiyamı da belə olub, yəni qısa bir müddətdə gözlənilmədən belə bir hadisə baş verdi. Məsələn, biz ona deyək ki, bu aşura inqilabıdır ya da aşura qiyamıdır. Şahid Mütəhhəri təhlil eləyir və buyurur ki, biz İmam Hüseyn əleyhissalamın hərəkətlərinə, çıxışlarına, xütbələrinə və yazdığı məktublara baxanda görürük ki, bu belə olmayıb. Hələ Muaviyyə hakimiyyətdə olanda, hicrətin 58-ci ildə İmam Hüseyn əleyhissalam Minada hac ziyarətinə gələn hacılar, oradakı Peyğəmbər sallallahu səhabaları var idi, 100-dən yuxarı səhabə müqabilində hələ şəhid olmamışdan 2 il qabaq. İmam Hüseyn əleyhissalam orada böyük bir xütbə söyləyir və onlara başa salır ki, necə zalimlər hakimiyyəti qəsb eləyib və Peyğəmbər sallallahu əhl-i beyti kənara qoyulub. Yəni, hələ şəhid olmamışdan 2 il qabaq. O cümlədən İmam Hüseyn əleyhissalamın vaxtaşırı Muaviyyə yazdığı məktublar və etirazı, Muaviyyənin idarəçiliyində olan etirazı ilə bağlı baxışları onu göstərir ki, İmam Hüseyn əleyhissalam elə əvvəldən bu cür bir inqilabın, bu cür bir qiyamın agahlıq əsasında, yəni başa düşülərək həyata keçirilməsinin tərəfdarı olub. Və hətta aşura gecəsində dəfələrlə eşitmişsiniz, yəni burada da hər gecə qeyd olunur ki, aşura gecəsində İmam Hüseyn əleyhissalam hətta şamları söndürür, qaranlıq olsun və bütün yanında olan səhabalara deyir ki, mən sizin mənə etdiyiniz beyyəti götürürəm, yəni sizin boynunuzdan götürülüb, yəni siz öz beyyətinizə indiyə qədər əməl eləmişsiniz. Bunların işi mənimlədir, bunların sizinlə işi yoxdur. Siz buranı tərk edin, hətta ailə üzvlərimi də götürün. Yəni, indi şamları da söndürüb, yəni heç kim utanmasın. İmam Hüseyn əleyhissalam hətta belə desə də, yenə səhabələri İmam Hüseyn əleyhissalamı tərk eləmirlər və agahlıq əsasında onlar hazır olurlar ki, aşura günündə, yəni Allah yolunda şəhid olsunlar. Yəni, burada kör-körənə olmayıb. Yəni, ixtiyari istər İmam Hüseyn əleyhissalamın özü olsun, istər onun səhabələri könüllü şəkildə, ixtiyari şəkildə
Allah'ın dininin bizə çatdırılması üçün Allah müqabilində şahid olmağa razı olublar. Yəni agahlıq əsasında. Yəni kör-körana olmayıb. Məsələn, İslam tarixində belə bir misal vururlar. İslam tarixində belə bir şəxsiyyət olub, Tariq ibn Ziyad. Tariq ibn Ziyad 711-ci ildə İspaniyanı fəth eləyib. Tariq ibn Ziyad qayıqlarla, gəmilərlə gəlib İspaniyaya çatanda əmr eləyir ki, bütün qayıqları, gəmiləri yandırsınlar və 24 saatlıq yemək saxlasınlar. Bütün gəmiləri, qayıqları yandırandan sonra 24 saatlıq yemək saxlayırlar, qalanını da yandırırlar. Sonra gəlir 7000'li ordu müqabilində çıxış eləyir, yəni müsəlmanların qarşısında. Hətta Cəbəli Tariq boğazı bu Tariq ibn Ziyadın adından götürülüb. Tariq ibn Ziyad deyir ki, arxaya baxın, sizin arxanızda okeandır, dəryadır. Əgər siz düşmən müqabilində qaçsanız, bu dəryada həlak olacaqsınız. Əgər düşmən müqabilində vuruşmasanız, sizin bir sutkalıq yeməyiniz var. Sizin biricə şansınız var ki, siz düşmən müqabilində qalib gəlməlisiniz ki, siz sağ qalasınız. Baxın, burada Tariq ibn Ziyad sui-istifadə eləyir bu 7000 nəfərli müsəlman ordusundan. Amma İmam Hüseyin əleyhissalam Tariq ibn Ziyad kimi demir ki, siz əgər buradan geçsəniz də sizi öldürəcəklər. Əgər Allah eləməsin, İmam Hüseyin əleyhissalamın da baxışı belə olsaydı, o da deyəcəkdi ki, siz əgər buradan geçsəniz də, mənimlə qalmasanız da, mənimlə bunlara qarşı vuruşmasanız da, yenə sizi öldürəcəklər. İmam belə demir. İmam isə əksinə deyir ki, siz gedin, onların sizinlə işi yoxdur. Çünki imam istəyir ki, agahlıq əsasında olsun, könüllü şəkildə olsun. Kimsə deməsin ki, imam məcburi gətirib, bizi məcbur elədi ki, biz heç nədən bunların müqabilində şəhid olayıq. Hətta Həbibi Məzahirə İmam Hüseyin əleyhissalam deyir ki, get öz qəbiləndən müəyyən miqdar insanları çağır, gəlsinlər, onlar da vuruşsunlar. Fərz eləyir ki, Həbibi Məzahir gedib uzağı 100 nəfər adam gətirəcəkdi. Burada imamın məqsədi budur ki, onun qiyamının fəlsəfəsini bu insanlar dərk eləsinlər və bilsinlər ki, Allah müqabilində ixtiyari şəkildə, könüllü şəkildə şəhid olub, haqla batili insanlara göstərə bilsinlər. Çünki İmam Hüseyin əleyhissalam əgər bu qiyamı eləməsəydi, yəni bunun mənası bu idi ki, zalim bir insan, şərafxar bir insan İslam dövlətinin başında dura bilər və İslamın kökünün kəsilməsi deməkdir. Salavat zikr eləyin. Biz görürük ki, İmam Hüseyin əleyhissalam və onun tərəfdarları agahlıq əsasında Aşura günündə şəhid olublar və şəhid mütəhhəri bu Aşura inqilabının 3 səbəbini qeyd eləyir. Çünki ictimai hadisələrdə yəni bir neçə səbəbi olar. Burada da 3 əsas səbəbdir. Səbəblərdən birincisi budur ki, Hicrətin 60-cı ildə Muaviyyə Rəcəb ayının 15-də vəfat eləyir və dərhal Yezidi onun yerinə təyin eləyirlər və Yezid də bir çaparla, çünki Şam Dəməşq şəhərində idi, bir çaparla tez bir qasidlə xəbər göndərirlər Mədinə şəhərinin valisinə ki, tez bir sürətdə İmam Hüseyin əleyhissalamdan və bir neçə nəfər başqa sahaba övladlarından beyyət götürülsün. Bu da gəlir 27 Rəcəbdə çatır Mədinə şəhərinə. Çünki Muaviyyə öz sağlığında Mədinə şəhərinə gedir, nə İmam Hüseyin əleyhissalam beyyət eləyir, nə Zübeyrin oğlu beyyət eləyir, nə də Ömər İbni Xəttabın oğlu, yəni Muaviyyənin sağlığında, yəni Yezidin ondan sonra xəlifə olmasına razılıq vermirlər. Ona görə də Muaviyyə sağlığında bunu həyata keçirə bilmir. Amma öləndən sonra, oğlu yerinə oturandan sonra onlar bilirdilər ki, əgər İmam Hüseyin əleyhissalam və o biri sahaba övladları əgər beyyət eləməsələr, bu xəlifəyə qarşı, yəni əslində xəlifə yox, padişaha qarşı qiyamlar olacaq. Ona görə də
O çapar göndərir ki, İmam Hüseyn əleyhissalamdan beyət alansın. İmam Hüseyn əleyhissalamı valinin sarayına çağıranda, İmam Hüseyn əleyhissalam bunu deyəndə, İmam Hüseyn əleyhissalam açıq şəkildə deyir ki, la yubayiyu misli mislahu. Mənim kimisi onun kimisinə heç vaxtı beyyət eləməyəcək. Hətta İmam Hüseyn əleyhissalam orada Mərvana deyir ki, əgər Yezid İslam dövlətinin başçısı olsa, deməli İslamın fatihəsi verilməlidir. Baxın, birinci səbəb İmam Hüseyn əleyhissalamın bu aşura inqilabının birinci səbəbi budur ki, İmam Hüseyn əleyhissalamdan beyyət istəyirlər. İmam Hüseyn əleyhissalamın əks-ül əməli nə oldu? Mənfi. İmam dedi ki, mənim kimisi bunun kimisinə heç vaxtı beyyət eləməyəcək. Yəni, bu imamın cavabı oldu. Ona görə də İmam Hüseyn əleyhissalam 28-ci Rəcəbdə öz sahabalarını, ailə üzvlərini, yaxın adamlarını götürür. 70 nəfərdən çox adam olur. Və hətta bir neçə yüz də tarixdə gəlib, yəni 700 nəfərdən yuxarı hətta adamlar olub. İmam Hüseyn əleyhissalam onlarla bir yerdə Mədinə şəhərini tərk eləyir, gedir Məkkə şəhərinə. İndi burada yenə sual ortaya çıxır ki, nəyə görə İmam Hüseyn əleyhissalam yenə Məkkə şəhərinə gedir? Məsələn, İbn Abbas gəlib İmam Hüseyn əleyhissalama təklif eləyir ki, sən get Yəmənə, çünki orada Ali əleyhissalamın tərəfdarları çoxdur, onlar səndən himayət eləyəcəklər. Çünki onlar dəfələrlə Peyğəmbər sallavatullahdan hədis eşitmişdilər. Onlar bilirdilər ki, İmam Hüseyn əleyhissalamı bunlar vəhşicəsinə şəhid eləyəcəklər. İmam Hüseyn əleyhissalama deyir ki, sən get Yəmənə, Yəmən dağlarında orada səni himayət eləyəcəklər. Ali əleyhissalam tərəfdarları çoxdur, amma İmam Hüseyn əleyhissalam Yəmənə getmir, Məkkə şəhərini seçir. Bunun da səbəbi odur ki, İmam Hüseyn əleyhissalam çünki Rəcəb ayından sonra artıq ümrə ziyarətinə hacılar, İslam xilafətinin müxtəlif nöqtələrindən insanlar Məkkə şəhərinə gəlməli idi. Çünki Rəcəb ayından sonra olur Şaban ayı, İmam Hüseyn əleyhissalam öz ad günündə Şaban ayının 3-də çatır Məkkə şəhərinə. İmam Hüseyn əleyhissalam məqsədi bu idi ki, ümrə ziyarətinə gələnlər, sonradan ki, hac ziyarəti olacaq və İslam xilafətinin müxtəlif nöqtələrindən müsəlmanlar gələcək, İmam Hüseyn əleyhissalam öz qiyamının mahiyyətini bu müsəlmanlara çatdırsın. Yəni, İslam xilafətinin müxtəlif nöqtələrindən gələn insanlara çatdırsın ki, onlar bilsinlər ki, zalim bir insan İslam xilafətini qəsb eləyib. Çünki İmam Həsən əleyhissalamla Müaviyə arasında olan sülh müqaviləsinin bir bəndi də bu idi ki, Müaviyyə xilafəti özündən sonra övladına verməməli idi. Ona görə də İmam Hüseyn əleyhissalam Məkkə şəhərini seçir ki, İslam xilafətindən olan insanlar ora gələndə onlara öz qiyamının mahiyyətini çatdıra bilsin. İmam Hüseyn əleyhissalam Şaban ayının 3-də çatır Məkkə şəhərinə. Şaban ayından sonra gəlir Ramazan ayı. Ramazan ayının 10-da Küfə şəhərində, yəni təqribən 40 neçə gün keçəndən sonra Küfə şəhərindən məktublar gəlir. Yəni ilk məktublar Küfə şəhərindən gəlir ki, artıq meyvələr yetişib və İmam Hüseyn əleyhissalamı xahiş edirlər ki, İmam Hüseyn əleyhissalam Küfəyə gəlsin və bunlar İmam Hüseyn əleyhissalamın ətrafında birləşsinlər və zalim Yezidə qarşı qiyam eləsinlər. Yəni, ilk məktubu Ramazan ayının 10-da İmam Hüseyn əleyhissalama çatır və İmam Hüseyn əleyhissalam da Ramazan ayının 15-də Müslim İbni Əqili göndərir Küfəyə. Çünki İmam Hüseyn əleyhissalam bilirdi Küfəlilər vəfasızdır. Yəni, canlı şəkildə Müslim İbni Əqil gedib görsün ki, bunlar ki, məktublarda bu cür canfaşanlıqla yazıblar ki, artıq meyvələr yetişib mənası budur ki, yetişən meyvəni dərmək lazımdır. Yəni, artıq insanlar hazırdır. Çünki Küfə şəhəri əslində hərbi bir poligon idi. Ömərin vaxtında, Ömər ibn Xəttabın vaxtında Ömər Sədin atası Səd ibn Əbi Vəqqas, oranın adı Hirə idi, balaca bir məntəqə idi. Oranı hərbi düşərgə kimi tikdilər ki, İrana hücum eləyəndə, yəni İrana yaxın idi deyə oradan müsəlman əskərləri oradan hücum eləyə bilsinlər. Ona görə Küfəni böyütdülər və o hərbi düşərgə idi. Yəni Küfə o vaxtı əhəmiyyət daşıyan şəhərlərdən biri idi. Salavat zikr eləyin.
İmam Hüseyin aleyhissalam Müslim ibn Aqili göndərir ki, Küfə şəhərinə getsin və orada vəziyyətlə tanış olsun. Əgər doğrudan da bu məktub yazanların fikri doğrudursa, onlar ona beyyət eləsinlər və onun vasitəsilə, yəni imama beyyət olmuş olurlar və ondan sonra cavab gələndən sonra İmam Hüseyin aleyhissalam da Küfəyə tərəf hərəkət eləsin. Baxın, Ramazan ayının 15-də İmam Hüseyin aleyhissalam Müslim ibn Aqili yola salır. Ramazan ayından sonra gəlir Şəvval ayı. Şəvval ayından sonra Zilqədə ayı gəlir. Zilqədə ayından sonra gəlir Zilhiccə ayı. Yəni, hac mərasimində insanlar ki, hac ziyarətlərinə gəlir, İmam Hüseyin aleyhissalam onların müqabilində çıxış eləyir və Zilhiccə ayının 8-də, Ərəfə günündə İmam Hüseyin aleyhissalam artıq xəbərdar olur ki, Yezid müəyyən adamları yollayıb ki, İmam təvaf eləyəndə imama qarşı terror eləsinlər. İmam da Kəbə evinin hörməti sınmasın deyə Zilhiccə ayının 8-də, yəni Zilhiccə ayının 8-də Məkkə şəhərini tərk eləyir Küfəyə tərəf, yəni Kərbalaya, yəni tərəf tərk eləyir. Çünki artıq 18.000 məktub gəlmişdi və imamın qiyamının da ikinci səbəbi bu idi ki, imamdan çoxlu sayda müsəlmanlar dəvət eləyirdi ki, onlar gəlsinlər Küfə şəhərinə və onlar hazırdırlar ki, bu zalim xəlifəyə qarşı qiyam eləsinlər və imamın da cavabı nə idi? Müsbət. İmamın vəzifəsi bu idi ki, bu müsəlmanların çağırışına cavabı müsbət olsun. Ona görə də İmam Hüseyin aleyhissalam bu qiyamının ikinci səbəbi bu idi ki, imam onlara razılıq verdi ki, yəni getsin Küfəyə tərəf və o qiyamçılarla bir yerdə, yəni bu qiyamı həyata keçirsin. Amma üçüncü səbəb də budur ki, İmam Hüseyin aleyhissalam hələ Məkkə şəhərini tərk eləyəndə Məhəmməd ibn Hənəfiyyəyə yazır ki, mənim məqsədim budur ki, mən cəddimin ümmətini islah eləyim və Peyğəmbərin və atamın sirəsini yenə bərpa eləyim. Bu da İmam Hüseyin aleyhissalamın qiyamının üçüncü səbəbi. Yəni, birinci səbəb bu oldu ki, imamdan istədilər beyyət eləsin. İmamın cavabı bu oldu ki, mənfi. Yəni, imam buyurdu ki, la yubayyu misli mislahu. İmam buyurdu ki, mənim kimisi heç vaxtı onun kimisinə beyyət eləməyəcək. Baxın, Peyğəmbər sallallahu vaxtında Abdullah ibn Xuzafə adında bir nəfər müsəlman var idi. Peyğəmbər sallallahu onu məmuriyyətə göndərir. Bu da bir neçə nəfər silahlı ilə gedir və gecə vaxtı qədimdə bilirsiniz, tonqal qalıyırdılar ki, həm əgər soyuq olanda isinsinlər, həm də işıq kimi istifadə eləsinlər. Bunlar da tonqal qalıyırlar. Bu biraz zarafatçıl adam idi, Abdullah ibn Xuzafə. Biraz keçəndən sonra bu Abdullah ibn Xuzafə yanında olan müsəlmanlara deyir ki, Peyğəmbər salavatullah məni sizə rəhbər təyin eləyib. Deyirlər, bəli, səni bizə rəhbər təyin eləyib. O deyir ki, mən nə əmr eləsəm, siz mənim əmrimə tabi olacaqsınız. Deyirlər, əlbəttə, biz hazırıq. O da biraz zarafatçıl adam idi. Deyir ki, mən sizə əmr eləyirəm ki, tullanın tonqalın içinə. Bunlar qalırlar, bir-iki nəfər hazırlaşır ki, özünü atsın tonqalın içinə. Sonra başlayır gülməyə. Deyir ki, mən zarafat elədim. Əlbəttə, bunu başqa cürdə nəql eləyiblər. Başqa cürdə nəql budur ki, bunların arasında bəziləri deyir ki, biz düzdür Peyğəmbərə beyyət eləmişik, iman gətirmişik. Amma ona görə biz iman gətirmişik ki, cəhənnəm odundan amanda qalaq. Nəinki gəlib bu odun içinə atılaq. Əlbəttə, bu cürdə nəql olunub, iki cür nəql olunub. Əlbəttə, qaydandan sonra bunu Peyğəmbər salavatıllaha nəql eləyəndə Peyğəmbər salavatullah narahat olub və sonra bu sözü deyir. Deyir ki, mən əmərəkum bi məsiyyətin fəla tutiyuha. Peyğəmbər salavatullah buyurur ki, kim sizi günah eləməyə əmr eləsə, heç vaxt itaat eləməyin. Ona görə də istər şiələr arasında, istər sünnilər arasında bu söz məşhurdur ki, hətta fiqhi bir qaydadır ki, la taata li məxluqin fi məsiyyətil xaliq. Əgər bir nəfər məxluq, yəni bir insan Allah müqabilində isyan eləməyə, günah eləməyə
sizə əmr eləsə, orada itaat lazım deyil. Yəni haramdır. Ona görə də, yəni bu söz məşhurdur. İstər qardaşlarımız əhli təsənnün olsun, istər şiələr arasında bu söz la ta'ata li məxluqin fi məsiyyətil xaliq. Yəni bu məşhurdur. Yəni bu hadisədən sonra bu Peyğəmbər sallallahu bu sözü buyurub. Ona görə də İmam Hüseyn əleyhissalamın ki, birinci cavabı mənfi idi. Yəni imam heç vaxt ona beyyət eləyə bilməzdi. Hətta imam deyir ki, əgər mənim hardasa qalmağa bir yerim də olmasa, mən yenə belə bir adama, belə bir şəxsə beyyət eləməyəcəm. Nəyə görə? Bunun Quranda Allah Teala buyurur ki, Əla lənətullahi əlal qovmi zalimin. Allah Teala zalim qovmi lənətləyib. Yəni, əgər imam beyyət eləsəydi, bunun mənası budur ki, zalim bir adam, İslam'a heç bir aidiyyəti olmayan bir adam, İslam Peyğəmbərin minbərində otura bilər, Peyğəmbərin qurduğu dövlətin başında dura bilər. Əgər imam beyyət eləsəydi, bunun mənası bu idi ki, yəni atadan övlada, əlbəttə, əhl-i beyt olsa bu qəbul. Çünki bu Peyğəmbər sallavatullahdan, yəni Allah tərəfindən nəs sənədimiz var, dəlilimiz var. Qədirxumda Peyğəmbər sallallahu aleyhisselamı özündən sonra Mövla elan eləyib. Amma qeyri əhl-i beytdə atadan övlada hakimiyyətin keçməsi barəsində, onun legitimliyi barəsində bizim hüquqi sənədimiz yoxdur. Əgər İmam Hüseyn əleyhissalam Allah eləməmiş, əgər Yezidə beyyət eləsəydi, həm zalim adamın hakimiyyətdə olmasının legitimliyini gələcək nəsillərə çatdıracaqdı. Həm də atadan övlada hakimiyyətin keçməsinin hüquqi cəhətdən doğru olmasını göstərəcəkdir. İndinin özündə əgər İmam Hüseyn əleyhissalamın qiyamı olmasaydı, əgər Allah eləməmiş İmam Hüseyn əleyhissalam beyyət eləsəydi, həqiqi İslamdan heç bir xəbər, ətər qalmazdı. Necə ki, bəzi məzhəblərdə var ki, onlar deyirlər ki, ulul əmr, məsələn, Quranda ayəmiz var, Allah Teala buyurur ki, Ətiyullah və Ətiyur Rasul və ulul əmri minkum. Allah Teala buyurur ki, Allahdan itaat eləyin, Allahın Rəsulundan itaat eləyin və aranızda olan əmr sahiblərindən itaat eləyin. Məsələn, Vəhabilər açıq şəkildə deyir ki, istənilən hakim zalimdir, fərq eləmir. Deyir, ona itaat vacibdir. Elə Quranın bu ayəsinə də istinad eləyirlər. Halbuki, başqa ayədə Allah Teala özü zalim qovmi lənətləyir. Ona görə də İmam Hüseyn əleyhissalamın beyyət eləməməsinin mənası budur ki, İslam bu cür canlı qalsın. Salavat zikr eləyin. İkinci səbəb budur ki, baya qeyd elədiyim kimi, Küfə şəhərindən 18.000 məktub gəlir və imamdan xahiş eləyirlər ki, imam gəlsin Küfə şəhərinə və bir yerdə imamla bir yerdə qiyam eləsinlər. Bu da İmam Hüseyn əleyhissalamın qiyamının ikinci səbəbidir ki, burada İmam Hüseyn əleyhissalamın əks-ül əməli müsbətdir, cavabı müsbətdir və imam əgər, məsələn, bəziləri mümkündür desin ki, imam bilirdi ki, küfəlilər vəfasızdır, nəyə görə, məsələn, Küfəyə tərəf getdi? Baxın, İslam tarixində İmam Sadiq əleyhissalamın vaxtında səhv eləmirəmsə, Sələmə adında bir nəfər vəzir var idi, Bəni Abbas hakimiyyətində bir vəzir var idi. Bu vəzirin xəlifə ilə arası dəyir və tez İmam Sadiq əleyhissalama bir məktub yazır və o cümlədən Abdullah Məhz adında şəxsə də eyni zamanda məktub yazır. Və İmam Sadiq əleyhissalama məktub yazır ki, mənim xəlifə ilə, bu padişahla aram dəyib, mən sizə beyyət eləyirəm, gəlin buna qarşı qiyam eləyək. Yəni məktubu həm İmam Sadiq əleyhissalama göndərir, həm də Abdullah İbn Məhsə göndərir. Qasid gəlir, məktubu verir İmam Sadiq əleyhissalama, İmam Sadiq əleyhissalam onu oxuyandan sonra onu yandırır. Qasid deyir ki, sizin cavabınız nədir? İmam deyir ki, gördüyün. Yəni bu qasid qayıtmamış, artıq həmin adamı xəlifə öldürtdürür. Çünki bu hadisədən xəbərdar olur, onu öldürür. Bu adamın əvvəla niyyəti təmiz olsaydı, elə əvvəldən elə bu xəlifəyə beyyət eləməzdi, İmam Sadiq əleyhissalama beyyət eləyəcəkdi. Bu çətinə düşən, salavat zikr eləyin.
biz bilək ki, nəyə görə yığışmışıq, nə hadisələr baş verib 681-ci ildə, yəni məlumatımız olsun. Deməli, bu adamın əgər niyyəti təmiz olsaydı, elə əvvəldən İmam Sadiq əleyhissalama beyyət eləyərdi və İmam Sadiq əleyhissalamla olardı və ikinci tərəfdən də məktubu həm İmam Sadiq əleyhissalama yazır, həm də başqa bir şəxsə. Deməli, bunun niyyəti təmiz deyildi. Bircə nəfər adam İmam Sadiq əleyhissalama deyir ki, gəl qiyam eləyək xəlifəyə qarşı, düzdür, vəzir olub. Məsələn, tarixdə bəziləri yazır ki, İmam Sadiq əleyhissalamı dəvət elədilər, amma İmam Sadiq əleyhissalam ona mənfi cavab verdi. Və tarixdə bəziləri yazır ki, İmam Sadiqə vəzir məktub yazdı ki, gəl qiyam eləyək, İmam, məsələn, hazırlığını göstərmədi, irad tuturlar. Halbuki, qasid qayıtmamış həmin adamı öldürdülər. Baxın, İmam Hüseyin əleyhissalam əgər küfəlilərin cavabına müsbət cavab verməsəydi, fərz elə ki, imam ora getməyəydi. İmam, məsələn, küfəyə getməyəydi. Hamısı tarixdə deyəcəkdi ki, məsələn, indikilər yazardı ki, maşallah, bizim də dilimiz həmişə uzundur, irad tutmaqda ustayıq. Deyər ki, imamdan 18.000 adam dəvət elədi ki, ey imam, meyvələr yetişib, biz qiyam eləməyə hazırıq. İmam Əli əleyhissalamın xilafətinin biz şahidi olmuşuq, onun rəhbərliyinin şahidi olmuşuq. Sən gəl, biz burada sənin rəhbərliyinlə qiyam eləyək. İmam əgər küfəyə tərəf getməsəydi, tarixdə imamı həmişə danlayacaqdılar ki, imam 18.000 nəfər adam, yəni bir dənə ordudur. Yəni, bayaq dedim, Tariq İbn Ziyad 7.000 nəfərdən getdi, İspaniyanı fəth elədi. 18.000 nəfər imamı dəvət eləyir. İmam əgər mənfi cavab versəydi, getməsəydi, tarixdə hamısı imamı danlayacaqdı ki, imam çəkindi, qorxdu, onlara müsbət cavab vermədi, qətiyyətsizlik elədi. Yəni, 100% bu belə olacaqdı. Baxmayaq ki, bir nəfər İmam Sadiq əleyhissalamı dəvət edib ki, gəl qiyam eləyək, imam mənfi cavab verib və haqqına mənfi cavab verib. Onu, məsələn, deyirlər ki, bəziləri, məsələn, dilizonluq eləyirlər ki, deyirlər ki, imam gərək, məsələn, onun çağırışına müsbət cavab verəydi, gedib qiyam eləyəydi. Baxın, İmam Hüseyin əleyhissalamın, yəni şəri nöqtəyi nəzərdən vəzifəsi bu idi ki, küfəlilərə müsbət cavab versin. Ona görə də İmam Hüseyin əleyhissalam bu işi gördü və bundan başqa iş görməməli idi. İmam doğrudan da, yəni bu çağırışa müsbət cavab verdi və küfəyə doğru hərəkət elədi. İmam Hüseyin əleyhissalam Məkkə şəhərindən çıxanda Zilhicə ayının 8-də həmin günü də Müslim İbn Əqili Küfə şəhərində şəhid eləyirlər. Baxın, İmam Hüseyin əleyhissalam Məkkə şəhərində təqribən 4 ay yarım olub. Şaban ayının 3-də çatıb Məkkə şəhərinə, Şaban ayı, Ramazan ayı, Şəvval ayı, Zilqədə ayı, Zilhicə ayı. Yəni bu 4 ay yarımda İmam Hüseyin əleyhissalam öz qiyamı barəsində orada insanları maarifləndirib, onlara başa salıb ki, İslam dövlətinin başında bir zalim durub, o zalimin ləyaqəti yoxdur ki, İslam dövlətinin başında dursun. Ona görə tarixdə hətta İmam Hüseyin əleyhissalamın qiyamını analiz eləyəndə, hətta belə söhbətlər də yazılıb ki, yəni çox səhifən yazıblar ki, əgər küfəlilər dəvət eləməsəydi, İmam Hüseyin əleyhissalam güya, məsələn, Yezidə beyyət eləyəcəkdi. Məsələn, bəziləri belə tarixdə savadsız adamlar var da, görürəm, imama belə də iradlar tutublar ki, əgər küfəlilər, məsələn, məktub yazıb, imamı dəvət eləməsəydilər, onda imam beyyət eləyəcəkdi. Baxın, biz baxırıq ki, Rəcəb ayının 15-də ki, Muaviyyə dünyasını dəyişib, 27 Rəcəbdə çapar gəlib, Mədinə şəhərində xəbər gətirib ki, İmam Hüseyin əleyhissalamdan beyyət götürsünlər. İmam Hüseyin əleyhissalam beyyət eləməyib, hələ küfəlilərin məktubundan xəbər yoxdur. Yəni, bu tarixdə ardıcıllıqla baxanda biz görürük ki, İmam Hüseyin əleyhissalam hələ şəhid olmamışdan 2 il qabaq da Minada, hacılar müqabilində, sahabalar müqabilində çıxış eləmişdi və Muaviyyə hökumətinin iradları barəsində sahabaları maarifləndirmişdi. Və İmam Hüseyin əleyhissalam əvvəl beyyət eləmədi. Beyyət eləmədi Rəcəb ayının 27-yə, uzağı 28-də. 28-ci Rəcəbdə İmam Hüseyin əleyhissalam Mədinə şəhərini tərk eləyib. Şaban ayının 3-də
Məkkə şəhərində olub. Ramazan ayının 10-unda, təqribən neçə gün olur? Yəni Rəcəb ayının 28-i, 2 gün burada, 30 gün Şaban, 32 gün, Ramazan ayının 10-u. 42 gündən sonra ilk məktub gəlib çatıb İmam Hüseyn əleyhissalama. Və küfəlilər də eşidiblər ki, onlar eşitdikləri üçün ki, imam beyyət eləməyib, onlar cürətə gəlib imama məktub yazıblar. Nəinki, məsələn, bəziləri yazıb ki, küfəlilər məktub yazmasaydı, əgər imamı dəvət eləməsəydi, imam beyyət eləyəcəkdi. Yox, küfəlilər məktub yazmamışdı, imam beyyət eləməmişdi. Çünki imamın bu sözü tarixdə gəlib, imam deyir ki, la yubayu misli mislahu, mənim kimisi, onun kimisinə heç vaxtı beyyət eləməyəcək. Yəni, imam beyyət eləmədi, yəni və eləyə də bilməzdi. Çünki imamın beyyət eləməsi mənası budur ki, imam onun Yezidin dövlətinin legitim olmasına bəraət qazandırmaq idi və imam heç vaxtı bunu eləyə bilməzdi. Biz görürük ki, küfəllərin imamı dəvət eləməsi əsl həqiqətdə imamın beyyət eləməməsindən sonra baş verib. Ona görə də salavat zikr eləyin. Allahümmə salli. Deməli, İmam Hüseyn əleyhissalamın Aşura qiyamının birinci səbəbi bu oldu ki, imamdan beyyət istədilər, imamın cavabı bu oldu ki, mənfi oldu və imam beyyət eləmədi və doğrudan da beyyət eləməməli idi. Çünki əgər imam beyyət eləsəydi, onda necə imamın özü deyir ki, əgər xəlifə İslam dövlətinin, əgər Yezid İslam dövlətinin başçısı olarsa, onda İslamın fatihəsi verilməlidir. Əgər imam beyyət eləsəydi, bu baş verəcəkdi. İmam Hüseyn əleyhissalam bu baş verməsin deyə beyyət eləmədi. İmam Hüseyn əleyhissalamın qiyamının ikinci səbəbi də bu oldu ki, küfəlilər ona məktub yazdılar, 18 min nəfər imamdan dəvət elədi və imamın da vəzifəsi bu idi ki, bu müsəlmanların, bu şiələrin çağırışına müsbət cavab versin. Ona görə də İmam Hüseyn əleyhissalam Məkkə şəhərindən Küfəyə tərəf hərəkət eləyir. İmam Hüseyn əleyhissalam gəlib Küfəyə yaxınlaşanda artıq Məhərrəm ayında, yəni artıq İmam Hüseyn əleyhissalam Küfədə olanda eşidir ki, artıq Müslim ibn Əqil şəhid olub. Yəni yolda İmam Hüseyn əleyhissalama deyəndə ki, Müslim ibn Əqili şəhid eləyiblər və Hurri ibn Riya imama mani olanda və Ömər ibn Səd gəlib imama mani olanda ki, imam qabağa hərəkət eləsin, imam deyir ki, əgər küfəlilər mənə məktub yazmayıblarsa, ya əgər öz beyyətlərini götürüblərsə, onda icazə verin ki, mən qayıdım. Çünki imamın beyyət eləməsinin küfəllərin onu dəvət eləyib eləməməsindən asılı deyil. İmam demir, mən beyyət eləyəcəyəm. İmam deyir ki, onda icazə verin ki, mən çıxım qayıdım. Yəni, bunu Hurri ibn Riyaha da deyir, Ömər ibn Sədə də deyir. Çünki imamın vəzifəsi bu idi ki, onu dəvət eləmişdilər, İmam da öz vəzifəsinə əməl elədi. Əgər bunu eləməsəydi, tarixdə hamı danlayacaqdı ki, imamı dəvət elədilər, imam qətiyyətsizlik göstərdi və müsəlmanların çağırışına ləbbeyk demədi. Üçüncü səbəb də budur ki, İmam Hüseyn əleyhissalam Məkkə şəhərindən çıxanda buyurdu ki, mənim məqsədim budur ki, mən əmr bi məruf eləyim və cəddimin ümmətini islah eləyim. Çünki doğrudan da Peyğəmbər salavatullah vəfat eləyəndən sonra müəyyən insanlar İslam dövlətini qəsb elədilər və 656-cı ildə, yəni Osmanı öldürəndən sonra 8 gün müddətində hakimiyyətsizlik yarandı. Heç kim cürət eləmirdi ki, hakimiyyətin başında dursun. Çünki 25 il ərzində o qədər narazılıqlar İslam xilafətində vücuda gəlmişdi ki, müsəlmanlar özləri gəlib Osmanı öldürdülər və heç kim də cürət eləmirdi ki, İslam dövlətinin başında dursun. Ali əleyhissalama yalvardılar. 8 gün keçəndə sonra Ali əleyhissalam razılıq verdi ki, belə bir vəziyyətdə hakimiyyətsizlik, narazılıq, heç kim də cürət eləmir və Ali əleyhissalam da özünə vəzifə bildi ki, gəlib 656-cı ildə xilafətin başında otursun. Amma Ali əleyhissalam xilafətə oturandan sonra Ali əleyhissalam Peyğəmbər salavatullahın sünnəsini bərpa eləmək istəyəndə həmin münafiq insanlar 25 il ərzində, indiki dillə deyək, oliqarxlaşmış insanlar. Yəni bunlar ki, məsələn, fiqhi cəhətdən bizim əsasımız yoxdur başqa ərazilərə, biz gedib hücum eləyək. Müsəlmanlar hücum eləsinlər.
Başqa ərazilərə hücum eləməklə bunlar kiminsə malını qəsb eləməklə varlanıblar. Hamısı olub oliqarx, burjuaziya, varlı. İmam Ali əleyhissalam hökumətin başında duranda, islahat həyata keçirəndə bunlara sərf eləmədi. Bunlar hamısı gəldi, İmam Hüseyin əleyhissalama qarşı Cəmal döyüşü oldu, Siffin döyüşü oldu, Nəhravan döyüşü oldu və ən nəhayət 661-ci ildə bunların nəticəsində Əli əleyhissalamı şəhid elədilər. Bu olub 661-ci ildə. 681-ci ildə İmam Hüseyin əleyhissalam deyəndə ki, mənim məqsədim budur ki, cəddimin ümmətini islah eləyim və Peyğəmbərin və atamın sirəsini bərpa eləyim. Yəni, İmam Hüseyin əleyhissalamın qiyamının üçüncü səbəbi də əmr biməruf, nəhyəz münkərdir ki, imamın vəzifəsi bu idi ki, İslam ümmətinə çatdırsın ki, haqq nədir, batil nədir. Ona görə də Şəhid Mütəhhəri, Allah onun ruhunu şad eləsin, qeyd edir ki, İmam Hüseyin əleyhissalamın qiyamının mahiyyətini analiz eləyəndə bu üç dənə səbəb, imamın beyyətə mənfi cavab verməsi, küfərlərin çağırışına müsbət cavab verməsi və əmr biməruf, nəhyəz münkər, bu üç dənə səbəbdən imamın inqilabçılığını, üçüncü səbəb imamın inqilabçılığını göstərir. Çünki Allah Teala da Quranda buyurur ki, İnnəllaha ya'muru bil adli vəl ihsan. Allah Teala Quranda buyurur ki, Allahın özü insanları bir-birinə qarşı ədalətli olmağa və yaxşılıq eləməyə çağırır. Yəni Allah özü əmr biməruf eləyəndir və Peyğəmbərlərin də vəzifəsi budur və ən gözəl ümmət də o ümmətdir ki, başqalarına əmr biməruf eləyir. Ona görə İmam Hüseyin əleyhissalamın da inqilabçılığını göstərən səbəb məhz onun hələ Məkkə şəhərində olanda belə deməsi ki, mənim məqsədim budur ki, əmr biməruf eləyim və cəddin Peyğəmbərin və atam Əli əleyhissalamın sirəsini bərpa eləyim və Peyğəmbərin ümmətini islah eləyim. Ona görə də Peyğəmbər Salavatullahın ümmətinin islah olunması İmam Hüseyin əleyhissalamın əsas vəzifəsi idi. İmam Hüseyin əleyhissalam da öz qiyamı, öz aşura inqilabı və öz şəhadətliyi ilə şəhid olması ilə bunu bizə çatdırdı. Əgər bu hadisə baş verməsəydi, əvvəldə qeyd elədiyim kimi Əl-İslamı, Muhammedi yol vücud və Hüseyni yol bəqa. Yəni, İslamın bünövrəsini Hazreti Muhammed Salavatullah qoyubsa, onun qorunub saxlanmasını İmam Hüseyin əleyhissalam həyata keçirib. İmam Hüseyin əleyhissalam da onun məhz aşurə günündə özü və gözəl səhabələri, övladları, qardaşları Allah yolunda, Allah dini yolunda şəhid olmayla haqq tərəfin, hansı tərəfin olduğunu bizlərə göstərib ki, bu İslam dininin ardıcılları bilsinlər ki, zalimlərə beyyət eləmək olmaz, zalimlərin dövlətinə hüquqi, legitim don geyindirmək olmaz. Çünki Peyğəmbər Salavatullahın da sözü budur ki, La ta'ata li məxluqin fi məsiyyətil xaliq. Əgər bir nəfər hakim, bir nəfər insan Allah müqabilində sizi günaha vadar eləyirsə, bu məsələdə heç vaxt ona itaat eləməyin. İmam Hüseyin əleyhissalam da öz vəzifəsini həyata keçirib və bizə də lazımdır ki, İmam Hüseyin əleyhissalamın həqiqi tərəfdarları olaq və İmam Hüseyin əleyhissalam ki, İslamın həqiqiliyini bizə çatdırır, biz də inşallah bunu gələcək nəsillərə çatdıra bilək.